أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, təbii bir hadisə olan ölüm, heç kəsin bu barədə şəkki və şübhəsi yoxdur ki, hər kəsin həyatında bu bir gün vardır. İstər sevil, istər sevilmə. İstər Allahın dostu ol, istər şeytanın dostu ol. Bu, hər kəsi gözləyir, çünki bizi qarşıda böyük bir mühakimə, Rahman və Rahim olan Allahın mühakiməsi gözləyir və o mühakimədən sonra əbədi bir saadət vardır ki, Allah bütün müsəlmanları ona qovuştursun. Dəyərli dinləyicilər, istər-istəməz insan nəyim ki, dünyasını dəyişəndə, insan hətta dünyanın özündə belə bir yerdən digər bir yerə köçəndə kövrəlir, sıxılır, nə olacağını bilmir deyə gedəcəyi yerdə biraz sıxıntı yaşayır. Ona görə də səfərdir, köçməkdir, bunlar ağır yüklərdir insan üçün. Hələ bu azmış kimi ölüm səfəri, yəni bir insan bir daha dünyada onu görməyəcəyik. Təsəvvür edirsinizmi? O var idi. Qoxusunu alırdın, ona toxuna bilirdin, onunla sözünü bölüşə bilirdin. Artıq o yoxdur, o getdi. Hara bir gün yalnız sənin də getdikdən sonra görüşə biləcəyin bir ünvana. Deməli, dünya üçün əbədi ayrıldıq, qaldı axirət dünyasına. Bu hisslər əlbəttə ki, insanlara çox ağır gəlir və insanların həyatlarının ən zəif olduğu məqam buradır. Yəni, insanlar bu məqamda çox zəif olur. Hələ ona görə də şeytan və onun ordusu olan mollalar bundan məharət ilə istifadə edir, şeytan diriləri küfrə salır, ölüləri isə əzaba. Bəli, diriləri küfrə, şirkə, günaha salır, bu həmin məqamda yanlış hərəkətləri ilə. Ölüləri isə əzaba salır. Halbuki o dirilər inansalar ki, onların etdiyi bəzi hərəkətlərə görə ölən əzab çəkəcək, onlar onu heç vaxt etməzdilər. Amma nədənsə, bu insanlara bu dəfələrlə deyilməsinə baxmayaraq, bu məsələlər düzəlmir ki, düzəlmir. Çünki zaman bu təkrar görülür. İştirak etdiyin yerlərdə görürsən bunu. Və insanlara bu nədir dedikdə, insanlar hamısı bir cavabı verir. Mən nə edim axı? Mən nə bilim? Hamı belə edir, biz də belə edirik. Dəyərli insanlar, psixologiyada belə bir qavram var, uzadılmış ərgənlik. Psixologiyanı bilənlər bunu bilirlər. Uzadılmış ərgənlik nəyə deyilir? Yəni, bir nəfər sanki özü yetişə bilmir. Yəni, yetişə bilmir. Müstəqil ağlı olsun, müstəqil düşüncəsi olsun, qərar qəbul eləsin. Bunu edə bilmir. Bəzən psixoloqlar valideynlərə bunu nəsihət edirlər ki, övladını çox da kontrolda saxlama. Bıraq qoy biraz özü böyüsün. Çünki çox əl uşaqları onlar böyüyə bilmirlər. Hələ istəyir yeməyini anası versin. Yeməkdən sonra onun üstü başını kimsə təmizləməlidir. Yəni, sanki buna hər nəyi bunun önünə qoymaq lazımdır. Buna demək lazımdır, bunu ye, sonra bunu yeyərsən. Nə qədər uşaq ilə belə məşğul olanda, həmən uşaqlar
çox vaxtı uzadılmış ərgənlik problemini yaşayırlar. Yəni özü sərbəst ola bilmir. Sonra gənc olur, ailə başçısı olur, o bu problemi yaşayır. Sanki xalqımızda bu problem var. Ərgənliyə erkənə bilmirlər. Özləri sərbəst düşüncə qəbul edə bilmirlər. Bunlara deyəndə ki, nə edirsiniz siz? Onlar deyir, belə ediblər, biz də belə edirik. Dindar mənə belə dedi, mən də belə etdim. Yəni, sanki gərək hər nə bunun önünə qoyarsan. Axı, sən eşitmədin Allahın kəlamını, Rasulullahın kəlamını? Kimdir o dindar ki, onun dediklərini edirsən? Və elə yanlış, elə böyük xətalar yaşayırlar ki, insanlar cənazə mərasimlərində. Bax, onların bir neçəsinə toxunmaq olar. Misal üçün, cənazə evdə qoyulub həyətdə bir yerə deyirlər, kişilər çəkilin, qadınlar gəlib görüşsün. İnanın, bunu deyən o ruhaninin özünü həmən ölüdən qabaq məzara basmaq lazımdır. O alçaq, o rəzili ki, cavan qızlar, cavan ailələr gəlirlər orada fəryad qopardır, biri orada yıxılır, biri nə edir? Bu qeyrətsiz dindar da kənardan qalıb güya qəmlidir və tamaşa edir bu hadisələrə. Baxın, bu nə mentalitetimizə sığır, nə qeyrətimizə sığır, nə də dinimizə sığır. Heç nəyə sığmır bu. Qadınlar görüşsün nədir? Məgər bir ömür onunla birlikdə yaşadılar. Bu bəs etmədi də, indi sonuncu bu görüş ona bəs edəcək? Yox, bu ona görə qurulmamışdı. Bu qadınları nəzərə alıb, onlar da qoy ürəklərini boşaltsın deyə qoyulmamışdı. Bunu şeytan, qeyrətsiz dindarlar qəsdən öz maraqları üçün bunu qurmuşdurlar. Qadınlar gəlsin, görüşsün. Subhanallah. Əvvələn bu görüşün özü haçan İslam etik qaydaları çərçivəsində olub ki? Qadın ora gəlsə necə olacaq? Heç olmasın ey qadın. Bir insana axırıncı şans verilir ki, ona toxun, daha toxuna bilməyəcəksən. İnsan orada özünü idarə edə bilər, heç qadın olmasın, kişi olsun. Sonuncu dəfə buna toxunacaqsan. Bu şans sənə verilib. Orada sən əlbəttə ki, çılğın olacaqsan. Həddini aşacaqsan. Yersiz işlər görəcəksən. Ad qoyurlar, eybi yox, qəmlidir. Nə qəmlidir? Bəs qəmli olmayanlar nədir qalıblar başımızın üstündə? Doğru deyil, dəyərli insanlar. Doğru deyil. Baxın, Allahın Rasulü, yəni sənin, mənim iman etdiyimiz kişi, doğruluğuna qəti şəkkimiz olmayan kişi demişdi. İnnel meyyite yuazzibu bi bukai ahlihi. Muttafaqun aleyh. Hədis muttafaqun aleyhdir. Bütün imamlar bu hədisi səhih olaraq qeyd etmişdirlər. Və Rasulullah buyurur ki, ölənə dirilərin bəzi ağlamaqlarına görə əzab verilir. Bəli, sənə bu lazımdır. Sənə bu lazımdır ki, insanlar desin ki, nə yaman ağlayırdılar, onlar çox sevirmişdilər. Ya atasını, ya həyat yoldaşını, ya övladını. Bu sözü desinlər deyəmi bu oyun çıxır? Yoxsa nədir bu? Axı Allahın Rasulü əzab verilir demişdi. Baxın, əslində, yəni şeytanın qurduğu sözlər var. Bax, bu məqamda şeytan bu sözü deyizdirir. Bəs nə edək? Deyib gülək, ağlayırıq da. Əlbəttə ki, ağlamaq icazəlidir. Bəli. Yenə də muttafaqun aleyh olan bir hədisdə, yəni imamlar hamısı o hədisi rəvayət eləyiblər. Rasulullah sallallahu aleyhi və səlləmin nəvəsi, qız nəvəsini bastıranda o ağladı. Onun gözündən yaşlar axırdı. Sa'd adlı bir sahaba dedi, ya Rasulallah, mə həzə? Göz yaşlarını göstərərək dedi, ey Allahın Rasulü, bu nədir? Yəni bu göz yaşı nədir? Ağlayırsan sən. Fəqal, həzihi rəhmətun cəallahallahu fi qulubi ibadihi
Və innəmə yərhamullahu min ibadihi ruhama. Bu axan qəlblərdə olan mərhəmətdir ki, Allah onu öz qullarının qəlbinə qoymuşdu. Həmən mərhəmətdir, damla-damla qəlbimdən axır gözlərimdən. Kimin qəlbində mərhəmət varsa, Allah ona qarşı mərhəmətli olacaq. Yəni, Rasulullah dedi, bu göz yaşları sevgidir, hicrandır, ayrılıqdır. Bunun üçündür, mən ayrıldım, bir daha bunu görməyəcəyəm. Qaldı qiyamətə bununla görüşümüz. Buna toxunmam, bunu oxşamam. Əlbəttə ki, onun üçün göz yaşı axılar. Amma digər bir hədisdə isə Rasulullah sallallahu aleyhi və səlləm əli ilə, şəhadət barmağı ilə dilini göstərərək dedi, bax buna görə ona əzab verilir. Yəni, dilə görə ölüyə əzab verilir. Sən dilinlə bir söz desən, fəryad qopartsan, səs salsan, o zaman ölüyə əzab verilir ki, sən layiqsən buna. Yəni, sənin üçün fəryad qopardırılır. Niyə öldü, niyələr deyilir, Allahın hökmünə qarşı çıxılır. Bu, Allahın hökmünə qarşı üsyandır, ha? Kimsə elə zənn etməsin. Yox, mən özümü itirmişdim. Mən nə dərddə idim, o vaxtı mən özümü kontrol edə bilirəm. Niyə? Məgər o hadisə heç kəsin deyil, bircə sənin üçün olmuşdu ki, hər kəsin evində bu hadisə olur və hər kəsdə də bu olacaqdır. Məgər biz buna hazırlanmayıb nəyə hazırlanmalıyıq ki? Biz ən çox buna hazırlanmalı deyilikmi? Çünki bu 100% olacaq. Biz buna hər an hazır olmalıyıq. Yox, mən buna hazır deyildim. Bəs nəyə hazır idin? Bəli, deməli, yenə də nəticədə sən günahkarsan. Çünki hazır deyildin. Hazır olmalıydın. Dəyərli insanlar, dəyərli qadınlar, getməyin belə yerlərə. Çağıranda gəlsinlər, görüşsünlər, o şərəfsiz, o dindara deyin ki, rədd ol, başını götür, buradan get. Heç lazım deyil belə dindar sizə. Nə var ki, orada cənazə işini görməyə? Orada bir elm yox, orada bir dərin bir savad lazım deyil. Onu hər bir kəs, yəni hər kəs həyatında bir 100 nəfər dəfn edib. Necə biz onları bilmirik? Orada nə edirik ki? Ona ehtiyacımız olsun. Bax, belə yalandan qadınları gətirib də öz qabaqlarında yerlərə sürütdürürlər. Bu doğru deyildir. Olmaz, günahdır və sənin ölənin bunun əzabını çəkir. Bəli, əlbəttə ki, Rəbbimiz Qur'an-ı Kərimdə buyurmuşdur ki, وَلَا تَزِرُ وَزِرَةٌ وِزْرَ اُخْرَى. Ən'am surəsi 164-cü ayədə. Kiminsə yükü, kiminsə çiyninə qoyulmaz. Yəni, bir diri günah edirsə, ölü niyə əzab çəksin ki? Bəli, həmən ölüyə aiddir bu ayə ki, həmən ölü vəsiyyət etmişdi. Övladlarım, birdən mənim cənazəmdə bu işləri görərsiniz. Qadınlar gəlib çöldə yerlərə yıxılıb, kişilərin qabağında səs çıxardar. O zaman Allah sizin cəzanızı versin. Mən sizə qadağan edirəm bunu, etməyin. Allahın Rəsulu üçün bu olmayıbsa, biz kimik ki? Etməyin bu şeyi. Əgər o tapşırmışdısa, o bunu vəsiyyət etmişdisə, bundan xilas olmuşdu. Əks halda deməmişdisə və yaxud da ki, bunun edilməsini bəyənəcək sözlərdən istifadə etmişdisə, misal üçün gəldi evində dedi, filan kəsin üzründə onun ailəsi nə oyun çıxardırdı, nə yaman sevilmişlər onu. Bu əslində bu söz övladlara işarədir ki, yəni baxın mənim üçün də belə təmtəraqlı bir şeylər edərsiniz. Baxın, dəyərli insanlar, özünə öz əlinlə alov qalatdırırsan, öz əllərinlə olmaz. Bu doğru deyildir. Və bir də ki, biz bunu gözləməli deyilik ki, nə edək, bunu bəs kim düzəltsin? Bunu dindar düzəltməyəcək. Çünki sənin dindar gördüyün, sən əksini görürsən. O cinli birisidir. O şezafirindir. Həqiqətən dindarların əksəriyyəti şezafirindirlər, xəstədirlər. Başları düzgün işləmir. Sən ondan gözləməməlisən bunu. O xəyal qırıqlığı var. Biz bəzən deyirik ki, mən xəyal qırıqlığına düşdüm filan kəsdən.
Biz niyə kimdənsə xəyal qırıqlığına düşürük? Onun səbəbi psixologiyada belədir. Sən ondan çox şey gözləyirsən. Çox şey gözlədiyinə görə o onu bacarmayanda sən xəyal qırıqlığına düşürsən. Ki, bura bax, bu da məni atdı bu gündə. Bax, biz dindarlardan bu qədər gözləyirik, onlar da bunu etməyəndə sonra biz deyirik, hələ bir baxı buna, necə bizi aldadırlar. Bəs sən bunu bilə-bilə gedirsən axı. Bu səni 3 il deyil ki, aldadır. Bu səni həyatında bir dəfə aldatmayıb ki. Onun peşəsi yalandır. Onun geyindiyi geyim yalandır. Onun hər nəyi yalandır. Sən ona daha inanacaqsan və sonra da xəyal qırıqlığına düşüb günahı İslamda axtaracaqsan, dində axtaracaqsan və sonra deyəcəksən ki, hələ bax bir Avropalılara, hələ də bizimkilər düzəlmir. Sən düzəlməmisən ey insan, sən düzəlməmisən. Sən əyridən niyə ibrət alırsan ki? Misal üçün bu dərsdə eşitdiyin bir sözü gedirsən məclisdə dindardan soruşursan. Mən misal üçün YouTube'da bir kanalda belə bir söz eşitdim. O nə deməkdir? O da anında görür ki, bu bunun çörək ağacına balta vuran birisidir. Anında deyir, onlar filankəslərdir. Siz onlarla işin yoxdur, bizim adətimiz var, elimiz var. Bəli, sən ondan soruşdunsa, o sənə izah verdisə, elə o zaman daha sən kimisə qınama. Sən də əzab çəkəcəksən, sənin ölənin də əzab çəkəcək. Və nəticədə zaten o sənə bu cavabı verən cəhənnəm əhlidir. Çünki Allahın dinini qazancı üçün, həyatını qurmaq üçün seçən birisidir. Hələ bir bax, bu adam dünyasını qurmaq istəyir. Amma bunun yaşadığı din ona deyir, axirətini qur. Bu özü dinə qulaq asmır. Sənə qulaq asacaq, sənə can yandıracaq. Əlbəttə ki, sənə bu cavabları verəcək. Çünki soruşulası cavab deyildi. Elə bilginən ki, bir narkobarondan soruşursan ki, siz bu uyuşturucu qadağandır ya yox? Bunu etmək insana zərərdir ya yox? Əlbəttə ki, o uyuşturucunun xeyirlərindən sənə danışacaq. Burada nə var ki, ondan danışacaq. Mən həyatımı qururam, mən övladlarım üçün iş görürəm deyəcək, cavab verəcək. Keçərlidirmi o cavab? Xeyr, keçərli deyil. Bu da belə, bu da belə. Bunlar da belədirlər də, yəni əxlaqsızdırlar. Bunlar oğrudular, bunlar rüşvət alandılar. Çünki Allahın dinindən pul alırlar. Bunun nəyindən soruşursunuz? Kəfən satırlar sizə, yazılı kəfən. Bəzilər bunu İrandan gətirirlər. Kəfəni Allahın Rəsulu deyib ki, kəfən ağ olmalıdır. Amma bunların gətirdiyi kəfəndə o qədər yazı var ki, kəfəndə ağ biraz görünür. Kəfən tamamilə ya qırmızıdır, ya yaşıldır, ya göydür, nədirsə ağ deyil. Üstündə yazılar yazılıb. Yəni bir insana, insan sözün əsli mənasında belə şoka düşür bu insanların bəzən bu addımlarından. Üstündə sözlər yazıblar, güya o ölən gözünü açanda oxuyacaq ki, burada şəhadət yazılıb, mən bu şəhadəti deməliyəm. Sanki özü üçün konspekt düzəldir, mələklər sual verəndə kəfənin burasını oxuyacaq, cavab verəcək. Kəfənin burasını oxuyacaq, cavab verəcək. Nə qədər nadan insan olmalısan. Heç birincisi o adam ərəbcə oxuya bilmir, orada ərəbcə yazılıb. Lap oxuya bilsə belə, yəni bunu izah üçün deyirəm, yəni çoxluq oxuya bilmir. Burada ərəbcə yazılıb, o oxuya bilmir onu. Güya ki, onu oxuyacaq və yaxud da ki, mələklər görəcəklər ki, bunun kəfənində imamların adları yazılıb. Güya ki, imamların adları yazılanda bu adam olur mömin. Bunlar nə düşünürlər, bunlar nə yeyirlər, bunlar necə hava qəbul edirlər özlərinə, bunlar necə yaşayırlar? Allahın dini bu qədər mi ucuzdur? Yəni yazı ilə, konspektlə, əzbərləməklə yola verəcəyik Allahın dinini. Axı bu istehzadır Allahın dininə. Orada ayə yazıb kəfənin üstündə. Bir də baxırsan ki, həmən ayə düşüb bunun qeyri-etik yerlərinə. Ədəbdir bu. Allahın adı düşür bunun yanına. Allahın adı düşür bunun ayağına. Buna deyirsən sən ədəb?
Elə bəlkə də o yazılı kəfənə görə o kəfənə bir od vuracaqlar, elə o odun içində ölünü yandıracaqlar. Məsələnin bir tərəfi, məsələnin digər tərəfi. Biz axı necə izah edək bir-birimizə ki, insan öldükdən sonra bədəni cəsəd oldu, cəsəd, ona deyirlər cəsəd. Yəni, çürümüş ət parçası. Qutardı bu, bədənlə qutardı. Bu geyimi çıxartdı ruhun əynindən. Ruh qaldı çılpaq. Bəli, bəli, ruhumuz çılpaq qalır. Ruhumuz çılpaq gedir Allahın huzuruna. Geyim idi bu bədən. Geyinmişdi dünyaya görə. O qədər çılpaq qalacaq ki, o ölən. Ta ki Allah onun ruhunu ötəki dünyanın geyimi ilə geyindirəcək və oradakı bədəni alacaq. Eyni bədən hələ buradakına bənzəyəcək, amma həcm etibarilə böyük olacaq. Yəni, əməlli başlı dünyadakı olacaq. Deməli, bu cəsəd çürüyən bir şeydir. Bunu qəbrə qoyurlar. Buna nə kəfəninə yazı nədir? Kəfənin də sadə olması, bunu dinimiz qoyub ki, yəni ən ucuz yolla bunu et. Pulum çatmadı deməyəsən. Yəni ən ucuz parçayla bük bunu. 3 dənə parçaya bük. Qadındırsa 5 dənə parçaya bükürsən. O qadınlığına görə, yəni bədəni açılmasın, daha etibarlı olsun deyə. Sadəcə olaraq hörmət əlaməti. Ölü ilə əlaqəsi yoxdur. Biz onu yuduq, təmizlədik ki, yəni o bizim qəlbimizə rahatlıq verir. Bunun üçün ölüyə aid deyil. Heç şəhidləri yumurlar. Allahın Rasulü qadağan eləyib. Hətta onun yırtılmış hərbi geyimini belə onun əynindən çıxartdırmırlar. Elə onu qanlı-qanlı, torpaqlı-torpaqlı qəbrə qoyurlar. Niyə? Çünki ona deyirlər şəhid. Şəhid nədir? Yəni geyimi də onun şahididir. Bədənindəki qan da şahiddir. Qanını da yumurlar ki, belə gedir Rəbbinin huzuruna. Yəni bunun əlamətidir. Yoxsa burada bunu misal üçün biz onu ağa bükməyimiz bunun üçündür ki, yəni mən onu çimizdirdim, təmizlədim, yola saldım, yəni ürəyim rahat oldu. Bu mənada ölü ilə əlaqəsi yoxdur, ölüyə aid deyil. Birdən ölünü yumasalar, ölünün ruhuna ona görə zərrə qədər əziyyət vermirlər. Çünki bu dirilərin günahıdır. Ölüyə aid bir şey yoxdur. Ölü öz işini gördü, bitdi. Bizə aiddir ki, hörmət ilə, izzət ilə onu yola salaq. Daha bu deyil. Qəbiri məzar, qəbiri otaq düzəldirlər. Qəbir olur otaq. Əməlli başlı, yəni qəbirin içinə xalça sarırlar, divarları hörülür. Divar ola bilsin səbəb ilə hörülsün. Misal üçün torpaq tökülür zat, ola bilər hörülsün. Yoxsa yeri yaxşı olsun, necə yaxşı ola bilər? Sən onu yerin altına qoydun. Nə yaxşıdan danışa bilirik biz? Üstündə isə sonra orada on minlərlə maya qoyub onun üzərində bir təmtaraq düzəldirlər, otaq düzəldirlər, işıqlar çəkilir, orada şəraitlər qurulur. Bunlar hamı nadanlıqdır, bunlar hamı cahillikdir. Həmən yerdə qalıb dua edən dindarın başını yerə soxasan. Ki, sən necə orada qalıb dua edirsən? Sən niyə demirsən, bu nədir burada tikmisiniz? Hələ bunu get bir kasıb üçün bir otaq tik də. Bu şərait var burada qurmusan, ha. Hələ get bir kasıb üçün otaq tik, ona de ki, hər gün bu evin içində mənim oğlum üçün dua elə. Mənim ölən yoldaşım üçün dua elə. Onun pulu ilə tikdim bunu. Belə et də, gör onun ruhu nə qədər şad olur. Təlqin oxuyur meydə. Meydin başı üstündə qalır. Meydə deyir, ey filənkəs oğlu və yaxud da ki, filənkəs qızı. Eşit və bil. Sözə bax, ha, eşit və bil. Ki, o da onu eşidir. Eşidir, belə götürək. Eşitmir, ha. Yəni, eşidir. Gör ona nə deyir. Yanıva 2 mələk gələcək. Qorxmayasan. Konkret belə deyir, ha. Və la təhsən. Qorxma. Allah deyir, qorx. Mələk gələcək. Səndən hesab götürəcək. Bu isə deyir, qorxma. Gör nə qədər hiləgər, yalancı, alçaq, rəzil adamdır. Deyir, qorxma. Sonra da deyir, onlar sənə sual verəcəklər. Rəbbin barəsində bu sualları qorxma. Cavabında belə deyərsən. Başlayır cavabları verməyə. Cavabı da öyrədir ona. İndi qəbirdə onu öyrədir. Diri öyrətmədi. Onun üçün Noha dedi, Mərsiyə dedi, onu aldatdı. Kişini qadın kimi ağlatdı. Qadını da həddini aşaraq ağlatdı.
İndi isə gəlib onun ölüsünü başa salır ki, sənin yanına gələcəklər, bu sualı verəcəklər, belə cavab verərsən və salam, kəfənimi də, yəni yazılı kəfənə səni geyindirmişik, qəbrivə də Kərbaladan torpaq gətirib tökmüşük, sən yerin cənnətdir, arxayın ol. Bax, beləcə insanları bədbaxt edirlər. Dəyərli insanlar, nə adı qoyursunuz qoyun. Kim öz qəlbini boşaltmaq üçün nə danışmaq istəyir, danışsın. Amma bilin, haqqı qəbul etməyəcəksə, özümüzdən başqası bunun əzabını çəkməyəcək. Özümüz də əzab çəkəcəyik, sevdiklərimizə də əzab çəkdirəcək. Haqqı eşidin, haqqı əməl edin. Bu bir məzhəb, bu bir təriqət yolu deyil. Bu, İslam yoludur. İslamın yolu budur. Sizə nə deyildisə, bu, Allahın və Rəsulunun qoyduğu yoldur. Bu adətləri, küfür əlamətlərini tərk edin. Hələ bu azmış kimi, son zamanlarda orkestrlə ölülər aparırlar. Musiqi ilə ölülər aparırlar. Bu ölən bu mahnını xoşlayırdı, o mahnını qoyurlar. Siz bilirsinizmi? Onun küfrünün, onun günahının yumaq üçün iş görməkdənsə, onun günahının üzərinə günah daşıyırsınız. Bu nədir? Müslüman orkestrlə gedir. Bu orkestri biz bilirik ki, xristiyanların da dindarları yox ha, xristiyanların da ateistlərindən qalan bir adətdir. Orkestrlə ölü aparmaq. Bu nədir? Ölmədik, bunu da mı gördük? Hələ bu azmış kimi qadınlar da indi cənazələrdə iştirak edirlər. Qadınlar da bərbəzəkli geyinir, güya qara paltar geyinib qəmlidir və gözündə eynək, eyni filmlərdə gördüyü kimi. Və hələ get-gedə biraz da təkmilləşir. Bir nəfərə də tapşırır, qıraqdan özünü çəkdirir. Sonra da bunu öz profilində və yaxud da ki, sosial platformalarda paylaşdırır. Bu nə gözəl görünürmüş orada. Biz ölüdən beləmi ibrət aldıq? Biz ölümdən beləmi ibrət aldıq? Ölümümüzlə də mi biz təkəbbürlənirik? Hündür daşları qoymaq ilə, məzarı çəkib də səhifəndə paylaşmaq ilə ki, mən atam üçün gör nələr eləmişəm, sən atan üçün əzab hazırlamısan. Bu sənə ağır gəlsə də bu belədir. Onu sökmədikcə, onun pulunu yoxsullara yedizdirmədikcə, sən atana əzab qoymusan. Atanın üzərində o ağır daşları qoymusan ha. O ağır daşları onun sinəsinə qoymusan. Ey Allahın qulu, bu sənin acığına gəlməsin. Bunu düzəldə biləcək gücdəsən. Düzəlt xətalarını. Allahın qoyduğu qanunu, Allahın qoyduğu çərçivədə davam elətdir. Məzar ilə fəxr etməzlər. Məzar torpaqdır. Sən sevdiyini torpağın altına qoymusan və bilirsən ki, onu orada soxulcamlar yeyir. Sən nəyi ilə fəxr edirsən? Bu nə təkəbbürdür, bu nə geyimdir, bu nə məclisdir qurmusuz. Və çoxu çalışır ki, bahalı maşınlar olsun onun məclisində. Sən onun bahalı məclisləri ilə fəxr etmə. Sən onun əməlləri ilə sevin. Qəlbinin fərəh tapsın ki, Allahım sənə həmd olsun ki, atamı, qardaşımı, övladımı, nə idisə, müsəlman kimi sənə əmanət verdik. Bununla sevin. Onunla sevinmə ki, onun məclisində, nə bilim, təcili yardımlar gəlirdi, insanların ürəyi getdi, nə bilim, məzarı ilə fəxr etmək, cənazəsində insanların çoxluğu ilə fəxr etmək. Bunların heç biri fəxir deyil. Bunların hamısı nadanlıq, cahillikdir. Qadınlar, cənazə məclislərinə getməyin. Adətimiz var, elimiz var, getməsən də olmaz. Məcburi gedəcəksənsə, bax, bu cür küfür adətlərində iştirak etməyin. Onlar çıxanda cənazə ilə görüşməyə, siz çıxmayın, buna qarşı çıxın. Gücün də yetmirsə sus, amma sən çıxma. Məzarlığa getməyin. Məzarlığa getmək vardır qadın üçün. Amma məxsusi günlərdə deyil. İnsanların orada az olan vaxtı, az olan günü. Misal üçün bilirsən ki, 4-cü gün insanlar orada çox olur, sən 4-cü gün getmə, sən şənbə günü get. Misal üçün deyirəm, 1-ci gün get. Bilirsən ki, axşam çox olur, sən gündüz get. Yəni, qadın məzarlığa getməsi icazəlidir, amma
geyiminə və görüntüsünə diqqət vermə şərti ilə və səsini çıxartmama şərti ilə və Allahın dinindəki qaydaları pozmama şərti ilə qadın ora gedə bilər. Yoxsa bizim də istəyir ürəyimiz sakitləşsin, istəyirsə İslam şərtləri ilə get. Orada səsini çıxartma, orada özünü kontrol et və nəzərə al ki, birdən özünü itirərsən, ürəyin gedər burada. Başqa bir kişi gəlib sənə əl vurar, səni qaldırar. Amma bil ha, bunlara görə mən özümdə olmamışam deyil ha. Qabaqcadan bunları hamını təmin etmək lazımdır. Bu addımları atmaq lazım deyil. Və unutmayın, bizim bugünkü cahil məclislərimiz hər biri bizim zehnimizdə travma yaradır bizim üçün. Bəli, hər biri travma yaradır. Sən elə bilirsən oradakı bu yanlış əməlləri etmək elə orada qalır. Xeyr, o sənin beynində travması qalır. Sən onun əzabını çəkəcəksən dünyada da, vaxtı ikən çəkəcəksən. Baş ağrılarıyla, migren ağrılarıyla, mədə pozuntularıyla, bəli, bədən immunitetinin pozulmasıyla, həzm prosesinin pozulmasıyla hökmən bunlardan birini yaşayacaqsan və ölənə qədər bu əzabı çəkəcəksən. Və bu da sənə filankəsin cənazəsindən qalmış olacaq. Bu isə küfürdür. Sən küfür etdin, Allah da bəlaya saldı. Çünki belə şey etməzlər. Ağlamağın sərhəddi göz yaşlarının axmasıdır. Necə ki, bayaq dedik. Resulullah dedi, bu Allahın mərhəmətidir, gözümdən axır. Bu cürə olmalıdır, bu səviyyədə olmalıdır. Allah bizə hidayət etsin. Allah bizə ən çətin günümüz olan sevdiklərimizi Allaha əmanət göndərərkən, Allahın qoyduğu hədlər çərçivəsində etməyə də bizə hünər versin və bu inqilabı, bu mübarizəni qələbə çalaq bu şarlatan dindarlara qarşı. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.